Bugün keçirik Türk dünyasının coğrafyası. Türk dünyasının coğrafyasından qəbula bir dənə sual düşür. Ona görə çox da dərin öyrənməyə ehtiyac olmur. Əsas deyəcəyim nüanslar var ki, onları bilsək tapa bilirik sualları. Genəlliklə qəbula düşən suallarda Türk dünyasında çox vaxtı fiziki coğrafiya ilə bağlı olan suallar olur ki, biz bunları fiziki coğrafiyada öyrənirik və yaxud da iqtisadi coğrafiya ilə bağlı olan suallar olur ki, biz bunları iqtisadi coğrafiyada bir çoxunu məlumat əldə etmiş oluruq da onsuz da. Əsas məsələ biz burada xəritədə yerlərini bilməyimiz vacibdir. Türk dövlət qurumlarının və Türk müstəqil dövlətlərinin yerlərini bilmək lazımdır xəritədə. Ki bunları biz xəritdə yerini tanıdıqsa, artıq məsəl üçün sual nə gələ bilər? Onun sərhəddindən sual düşə bilər, iqlimindən sual düşə bilər, relyefindən sual düşə bilər. Yəni spesifik olaraq mən relyefi öyrənməliyəm deyiləndə Türk dünyasının ehtiyac yoxdur, yəni o qədər dərinliyə getməyə. Çünki qəbulda düşəndə ümumi səthi şəkildə oradan bir sual düşə bilər. İndi qeyd edəcəm hansı hissələr əsas düşür, amma gəl hələ ki başlayaq ilk öncə biz Türk dünyasında Türk xalqlarının yayılmasından. Türk xalqlarının sivilizasiyası, onların yayılması, onların inkişaf etməsi tarix boyunca ta qədimlərə gedib çıxar Türk dövlətləri, Türk xalqlarının tarixi və ilk olaraq Mərkəzi Asiya ərazisindən yayılmağa başlayıblar. Mərkəzi Asiya ərazisində məskunlaşmış həmin bu dövlətlər tarix boyunca Avropa, Asiyanın şimalı, şərqi, cənubu, cənub-şərqi, cənub-qərbi ərazilərinə nədir? Yayılıb məskunlaşmışdılar deyəcəyik və əsasən Mərkəzi Asiyadan bunların yayılmasının səbəbi ondan ibarətdir ki, relyef amili deyə bilərik, iqlim amili deyə bilərik, münaqişələr regionunda məsəl üçün olmağı deyə bilərsən. Və sairə tarixi səbəblərdən, iqtisadi siyasi səbəblərdən bir çox səbəblər saymaq olar. Əsasda burada yəni relyefin əlverişsiz olmağı, sərt iqlim şəraitində yerləşməyi, deyək ki, səhralıq əraziləri olması, dağlıq, daşlıq ərazilərin olması, yəni yaşayış üçün bir o qədər əlverişli olmadığına görə məcbur qalıb ətraf ərazilərə artıq yayılıblar. Və bu türklərin dünya üzərisində olan sivilizasiyasının yaranmasına gətirib çıxarır. Biz bilirik yəqin ki, tarixdən də xalqların böyük köçü adlandırırlar türklərin dünya üzərisində yayılmasını. Əsas məsələ Türk dünyasından bilməli olduğumuz nədir? Biz Türk dünyasının dövlətlərini öyrənən zaman əsasən üç hissəyə ayırıb öyrənirik türkləri. Müstəqil türk dövlətləri var, dövlət qurumu olanlar var, bir də ki, yerli xalqlar var. Müstəqil türk dövlətləri nələrdir? Yəni, bunlar tam müstəqil şəkildə bu gün də ölkə formasında, dövlət formasında idarə etmə sisteminə malik olan ölkələrdən söhbət gedir. Dövlət qurumları dedikdə, bunlar müstəqil dövlət deyillər, amma başqa ölkələrin içərisində qurum formasında yaşayırlar. Bu qurumlarda gərəkli olan nədir? Məsəl üçün, bunların xarici və daxili idarə etmə sistemlərində biraz şeylər var, əsas hissələr var ki, nələrdir? Məsəl üçün, deyək ki, Rusiyanın tərkibində olan bir dövlət qurumundan deyək, Başqırıstan deyək, və ya da Kabarda-Balkan fərqi yoxdur, hansı olsun. Səhərsi gün Rusiya və Ukrayna ilə müharibə aparırsa, artıq bu dövlət qurumunun əsgəri gedib orada iştirak etməlidir. Yəni ki, bunun səbəbi çünki o dövlətə tabe olmasıdır. Amma biz Anladım. burada məsəl üçün deyək daxili siyasətlərində öz daxili işlərini özləri artıq idarə edirlər. Öz qayda qanunları var öz daxillərində. Öz başçıları var öz daxilində. Amma o başçı da həmin o dövlətin, ölkənin, yəni bir də müstəmləkə deyək də buna biraz da. Həmin o müstəmləkə asılı olduğu ölkənin prezidentinə tabe olacaqdır təbii ki də. O ölkənin qayda qanunları müəyyən qədər burada təsirini göstərəcəkdir. Yerli xalqlar nədir? Yerli xalqlar başqa ölkələrdə yaşayan, amma dövlət qurumu və ya dövlət olmayan xalqlardır. Bunların sayları azlıq təşkil edə bilər. Yəni biz türk xalqlarını gedib dərindən araşdırsaq görərik ki, elə türk xalqlarının nümayəndələri var ki, onlar artıq bəzi yerlərdə 100-200 nəfərə qədər az belə yəni ki, sayları var. Amma bəzi yerdə məsəl üçün milyonlarla saylarını görə bilərik biz onların təbii ki də. Məsəl üçün elə bunlardan biri Azərbaycan misal göstərmək. Azərbaycanlılar təxminən 50 milyonlarda yaşayır ərazisində yaşayırlar deyə bilərik. Və buradan yadımızda qalsın ki, məsəl üçün Polşada, Almaniyada, nə bilim, Rusiyanın özündə, Türkiyədə və sairədə bu ərazilərdə Azərbaycanlılar çox da yaşayırlar bunlar. Bunlar artıq yerli xalqlardır. Bunların orada dövləti və ya dövlət qurumu idarə etmə sistemi yoxdur. Bunlar artıq birbaşa olduqları ölkənin əmrlərinə, qayda qanunlarına tabe deyəcəksən. Yəni bunlar məsəl üçün tarix boyunca yayılma arealından irəli gələn bir şeydir ki, Mərkəzi Asiyadan gəlib köçüblər məsəl üçün
çıxıblar Avropaya. Avropanın daxilində bunlar buradan çıxarılıb deyək ki, tərk edir ərazilərə, müəyyən nümayəndələri qalıb burada. Onlar orada yaşayıb qalıblar, evləri, işlər, hər şey orada qurub yaşayıblar və bu gün də onlar azlıq təşkil edən xalqlar da vardır deyəcəksən. Olan əsas məsələlərdən biri biz bilməliyik, bax bu cədvələ sual düşür. Bunu hər dəfəsində mən qeyd edirəm. Bunu mütləq şəkildə bilmək bizim üçün vacibdir. Elədir ki. Hə. Hı. Deməli, burada əsas məsələ 4 dənə əsas yarım dil və yarım qrupu var ki, bunlar hansı yarım qrupa aid olub bilmək lazımdır. Deməli, Oğuz, Uyğur, Qıpçaq, Bulqar qrupları var. Qıpçaq qruplarında Q hərfindən olan genəlliklə Qıpçaq qrupuna götürürük. Qazaxlar, Qaraqalpaqlar, Qumluqlar, Qırğız, bir də Noqay və Altaylar var. Əlavə olaraqdan bunu deyə bilərik. Sonra Uyğur qrupunda olanlar bunu əzbərləyəcəksiniz artıq tam olaraq. Çünki burada bizim bir açar məqam demək olar ki, yoxdur. Oğuz qrupu Oğuz elinin igidləri, türklər, Azərbaycanlılar, sonra türkmənlər, türklərin və nə varsa da görürsən bax burada. Türk, sonra Türkmen, Türkman, Türkmen, sonra Krım tatarları, bu heç Ahıska türkləri. Yəni Türk harda gördünsə Oğuz qrupuna atgınar. Bir də orada Qaqavuzlar var ki, buna biz qaqalarımız deyirik. Qaqalarımızı da hara atırıq? Oğuz qrupuna atırıq həmişə. Yəni türklər bir də qaqalarımız oldu harda? Oğuz qrupunda. Digər qıların hamısını biz əsasən görürük harda? Qıpçaq qrupunda görürük. Bir dənə istisna olaraq burada Qaraçaylardır ki, bunlar Bulqar qrupunda yerləşən xalqlardır deyəcəksən. Və digərlərini həmçinin əzbərləmək lazımdır ki, artıq biz bunu bilək tam əzbər şəkildə. Sonra gəldik əsas məsələdən biri bunların xəritəsinə. Bu verilən xəritə Rusiyanın xəritəsidir və bu xəritədə biz cənub hissəsində burada əsasən görürük. Qazaxıstan ərazisini görə bilirik bu ərazidə. Qazaxıstan ölkəsi yaşayır. Qalandakı Rusiyanın ərazisində yerləşən türk dövlət qurumlarıdır. Yəni, gəl ilk olaraq belə deyək, biz türk dövlətləri, müstəqil türk dövlətlərini bilmirəm. Burada siyahı ilə verilmişəmmi, yoxsa yox. Siyahı ilə verməmişəm, amma ayrı-ayrılıqda müstəqil türk dövlətlərini hər birini vermişik bu şəkildə var. Deməli, müstəqil türk dövlətlərindən ilə xəritəsinə də baxaq buradan. Qazaxıstandır, sahəsinə görə ən böyük, sonra Türkiyədir, sonra Türkmənistan, Özbəkistan, Qırğızıstan və Azərbaycan ən kiçik sahəyə malik olan isə Azərbaycandır deyəcəyik. Ən çox əhalisi burada Türkiyənin əhalisidir. Ən az isə Qırğızstanda əhali olacaqdır deyəcəksiniz. Ən çox və ən azına həmişə fikir verin. Yəni oturum hamısı məsəl ardıcıl sırayla əzbərləyimə ehtiyac yoxdur ha. Ən çox və ən azına fikir verin ki, biləsiniz. Orada və yaxud da əzbərləmək istəyirsənsə Türk dünyasının hamısını oturub əzbərləməyə ehtiyac olmur. Və hərəsindən 2 dənə, 3 dənə məlumatı öyrənəndə artıq orada gəlib sual qarşıma çıxanda içindən çıxdaş edib tapırsan. Yəni burada sırf oturum mən bunu əzbərləyim ehtiyac olmur Türk dünyasına. Sonra Ə, Buradan müstəqil dövlətlərdir, bu müstəqil dövlətlərdir. Bunların paytaxtlarına baxın deyərəm. Məsəl üçün Qazaxıstan paytaxtına xüsusən nəzər yetirək. Çünki burada regional siyasət olmuş ölkədir. Paytaxtı Almatı şəhərindən Astana şəhərinə köçürülmüşdür. Astana şəhərində adı dəyişilib Nur Sultan şəhərinədir. Adı verilmişdir deyəcəksiniz. Əsasən məsəl üçün Qazaxıstana baxın. Yenə də təzədən aşağı düşdükcə biz onlar haqqında da məlumatlar da oradan verəcəm. Qayıdaq xəritəmizə. Bu Rusiyanın tərkibində olan dövlət qurumlarıdır. Ümumiyyətlə dövlət qurumlarımız bizim təkcə Rusiyanın tərkibində deyil, yəni türk dövlətlərindən, amma ən çoxu Rusiyanın tərkibindədir. Bundan başqa biz burada da verdiyim bu cədvəlin içərisində görə bilərsiniz ki, hansı ərazilərdə dövlət qurumları var. Tək bununla da kifayətlənmir, ha, bu cədvəllə də kifayətlənmir. Yəni biz Moldova ərazisində də məsəl üçün türk dövlətlərinin xalqlarını görə bilərik. Çoxdur, yəni bu xırdalasaq bunun sonu yoxdur bəlkə də. Deməli, deyirik ki, xəritə üzərisindən Rusiya ərazisində olanlar, ən çox da bunlar düşür. Rusiya ərazisində olanlar düşür. Kabarda-Balqar, Qaraçay, Çərkəz. İndiyə qədər işlədiyimiz qəbulların içərisində buradan çox suallar görmüşük biz, bu adları eşitmişik. Bunlar yerləşdilər harda? Şimali Qafqaz regionunda. Rusiyada Şimali Qafqaz regionunda. Beləliklə, Rusiyanın 3 dənə regiona ayırırıq biz. Birincisi, bu hissəni ayırıram Şimali Qafqazdır. Bura Volqa boyu və yaxud da ki, Ural ərazisidir. Bura isə digər üçüncü ərazimiz isə Sibir ərazisi hesab olunacaqdır. Yəni Sibir dediyimiz ərazi həm də bu hissədə nədir? Daxildir. Bura Sibir regionuna düşür.
Yadda saxlamaq üçün Şimali Qafqazda yerləşən türk xalqlarının dövlət qurumlarından biz deyirik ki, Kabarda-Balkar, Qaraçay, Çərkəzdir. Kabarda-Balkar, Qaraçay, Çərkəz. Belə yadda qalsın ki, arada tiri olanlar Şimali Qafqazda yerləşənlərdir. Sonra sonunda sıtan olanlar Başqırdistan, Tataristan, Çuvaşistan, Çuvaş yazmışam bura. Çuvaşistana deyirik buna biz. Bunlar yerləşir Ural-Volqa boyu ərazilərdə yerləşirlər. Məsəl üçün buradan sual düşür. Bunların ərazisində hə neft, qaz deyə bilərik. Bəli, var. Düzən ərazilərdə yerləşir. Məsəl üçün deyə bilərik də indi müəyyən qədər. Bunlara diqqət yetirin. Xəritə yerini bildinsə artıq üçün hansı iqlimdə yerləşir? Mülayim kontinental iqlimdə yerləşir. Yəni bu şəkildə fikirləri artıq yerini bildikdən sonra tapmaq mümkün olur. Onsuz da biz hər bir şeyi öyrənmişik artıq coğrafiyanın hər bir hissəsini. Stanlar yerləşdi Ural-Volqa boyunda. Yerdə qalanlar isə Tıva, Altay, Xakasya və Saxa-Yakutiya isə 4 dənəsi yerləşir Sibir regionunda. Və Sibir regionunda yerləşən ən böyük olan hansıdır? Saxa-Yakutiya ümumiyyətlə dövlət qurumlarının içərisində ən böyüyü Saxa-Yakutiya ərazisidir deyəcəyik. Bundan başqa biz burada Çin ərazisində Sintizian Uyğur ərazisini görə bilərik. Muxtar Respublika kimi olacaqdır. Bir də ki, Qarakalpak Muxtar Respublikası var. Özbəkistan ərazisində nədir? Yerləşmişdir deyəcəm. Bunlar artıq bir də Azərbaycanda var. Naxçıvan Muxtar Respublikası deyirik. Məsəl üçün sual düşür Özbəkistan və Çin təbii ki də Türk dövləti deyil, amma Özbəkistanla Azərbaycan arasında əlaqəli sual düşə bilər. Türk dövlətidir. Məsəl üçün içərisində Muxtar Respublika var. Hə burada artıq Qaraqalpaq və Naxçıvan Muxtar Respublikasından söhbət gedir. Paytaxtlara da ki yenə baxın, belə çətin deyil əslində paytaxtları. Lakin bax Tataristanın paytaxtı Kazan şəhəridir. Kazan Kamaz istehsal var orada. Buradan yadda saxlayın bunu. Sonra Başqırdistan Ufa, Çuvaşistanda Çebokasaridir, Qaraçay Çərkəzdə Çerkasdır, yəni Çərkəz deyin getsin. Sonra məsəl üçün Tıvada Qızıl, Qızıl yadınızda saxlayın. Saxa Yakutiya Yakutun özüdür elə. Sonra Dolqanın ərazisində Taymırda Dudinka o çox elə istifadə olunan ad deyil heç. Sintican Uyğurda paytaxtı Urumçi şəhəridir. Yəni bu dediklərimi məsəl üçün yadda saxlasaq, hərəsindən bir, iki dənə, üç dənəsi yadımızda qalsa bizə bəs edir ki, nə paytaxtlar düzəyə düşəndə bir şey deyil onsuz da. Yenə də hər ehtimala nəzər yetirin. Əhazisinə görə Türkiyə, Özbəkistan, Qazaxıstan, Azərbaycan, Qırğızstan və Türkmənistan olmaqla nədir? Gedəcəkdir. Sahəsinin böyüklüyünə görə müstəqil dövlətlər bu şəkildə baxarsınız. Əhalinin sıxlıq azalmasına görə, yəni buna çox takılmayıb əhalinin sıxlığının azalması. Çünki baxacaqsan da dövlət qurumları veriblər. Sibirdə yaşayan ərazidə təbii ki, nə olmalı? Sıxlıq daha az olmalıdır da, yəni ki. Digərləri məsəl üçün daha yaxşı olacaqdır. Sonra urbanizasiya səviyyəsinə görə hə bunu Türkiyənin məsəl üçün bir də Qazaxıstan, Azərbaycan ilk 3 dənəsini əzbər bilin. Türkiyə 70%, Qazaxıstan 60%, Azərbaycan isə 54% nə var? Urbanizasiya var. Son hissələrə ehtiyac yoxdur artıq. Bir də uşaqlar qeyd etmədim mən bayaq. Bu Türk dövlətləri içərisində bir dənəsi də var. Kipr ərazisi, Şimali Kipr ərazisi. Düzdür, onu biz müstəqil Türk dövləti şəklində qəbul etmirik, amma adı yəni yenə yadımızda qalsın ki, Kiprdə orada da türklər yaşar. Onun Türkiyə tərəfindən bir dənə tanınır. Nə deyir türklər ona? KKTC deyirlər deyəsən, eləmi? Kuzey Kıbrıs Türkiyə Cümhuriyyəti adlandırırlar. O da var. Amma onunla iqtisadi əlaqələrimiz təbii ki də müəyyən qədər olacaqdır deyəcəksiniz. Sonra başqa buradan əsas lazım olanlardan nə deyim sizə? Bunlar ilkin məlumat kimi öyrənirik. Gəldik ölkələrin üzərisindən gedək. Əsas ilk olaraq biz dövlətlərə baxaq hələkin, sonra keçərik xırda hissələrinə. Türkiyə. Türkiyə ilə Qazaxıstan yadımızda qalsın. Bunu deyim ki, nəyi? İki qitə ərazisində yerləşirlər. Türkiyə və Qazaxıstan müstəqil Türk dövlətlərindən iki qitə ərazisində yerləşənlər deyilsin. Azərbaycan, bəli, Avropa hissəsi də verilir bəzən, amma biz onu hələ tam olaraq qəbul etmirik deyə, ona görə Azərbaycan bir qitə hesab olunur. Amma ki, Türkiyə və nədir, Qazaxıstan iki qitədə yerləşən ölkə hesab olunacaqdır. Türkiyə ərazisindən geosinkronal qurşaq. Ümumiyyətlə, bu Türk dövlətlərində uşaqlar geosinkronallıq belədir ki, yəni tektonik hərəkətlər düzdür. Fəaliyyətdə olan vulkan Türk dünyasının heç birinin ərazisində yoxdur. Amma tektonik hadisələr baş verirmi? Təbii ki, də baş verir. Yəni bizdə necə ki, zəlzələlər baş verir, Türkiyədə də, nə bilim, Mərkəzi Asiya ölkələrində də ki,
Bu zəlzələ hadisələrini biz görməyimiz mümkündür. Yəni burada da tektonik fəallıq var. Səhərsi gün sual düşəndə düzdür, biz buradan çox danışmırıq həmişə dünyadan danışan zamanda, amma burada da tektonik fəallıq müəyyən qədər olacaqdır deyəcəksən. Sonra burada qeyd olunub, Türkiyə 8 dövlətlə sərhəddə yerləşir. Suriya, İraq, İran, Azərbaycan, Ermənistan, Gürcüstan, Bolqarıstan, Yunanistanla həm sərhəddir. Baxın xəritə üzərisindən artıq o hissəsində siyasi xəritədəki hansı ölkələrin həmsərhəddi var, sərhəddi var bunun. Niyə? Çünki sualdır da düşər. Siyasiyada məsəl üçün bir dənə sual var ya, Türkiyəyə aid düşmüşdü. Yəni orada istifadə edilmiş deyəsən bu haqda məlumat lazım idi bizə. Deyəsən soruşurdu ki, sərhəddə yerləşən ölkələrdən hə belə suallar var idi ki, eyni dil ailəsinə aid olan, nə bilim, eyni dil ailəsinə aid olmayan bu tipli suallar var. Ona görə ona da baxmaq, nəzərə yetirmək lazımdır. Urbaniza səviyyəsi 70%-dir. Bunlar ehtiyac yoxdur, amma məsələn relyefindən bilin ki, Türkiyənin cənubunda Tavr dağları, şimalında Pont dağları yerləşir, Alp qırışında yaranmış dağlardır. Bu dağlar arasında Anadolu yaylası yerləşir, geosinklinal qurşaqda yerləşən yayladır. Şərq hissəsində Ağrı dağı yerləşir, ən hündür sönmüş vulkanıdır. Bunu deyə bilərsiniz. 5165 metr nədir? Hündürlüyə malikdir. Bəzi yerdə 5164 metrdə yüksəklik verirlər. Görsəniz karıxmayın. Faydalı qazıntılarından neftlə qazdan başqa biz burada bir çox faydalı qazıntıları deyirik. Xüsusilə daş kömürlə xromit yadımızda qalsın ki, daş kömür və xromit burada nədir? Vardır. Neft və qaz ehtiyatları quru üzərisində yoxdur, amma göl ərazisində bir də ki, bu son zamanlarda o Akdənizə deyirlər də, Aralıq dənizə. O ərazilərdə qaz yataqları kəşf olundu bu yaxınlarda. Hələ ki, onlar kitablara salınmayıb. Amma biz Türkiyədən danışanda neftdən qazdan danışmırıq. Pambıqçılıq məsəl üçün var idi, Türkiyədə demişdik bu. Subtropik iqlim qurşağının Aralıq dənizi iqlim tipində yerləşəcəkdir. Əsasən və burada coğrafiyakı meşə və kolluqlar, qəhvəyi torpaqlar görə bilərsiniz. Bunu deyə bilərik. Daha sonra burada çayçılıq, tütünçülük inkişaf etmişdir. Bunu deyə bilərik. Burada Fərat çayı üzərisində Keban və Atatürk su anbarları yerləşir. Bunları deyə bilərik. Daxili sular iki okean hövzəsinə aiddir. Dəclə Fərat çayı Hind okeanına, İran körfəzinə gəlirlər. Digər çaylar isə Aralıq və ya Qara dəniz vasitəsilə gedirlər Atlantik okeana deyəcəksən. Bir də buradan su altı çay deyilən bir anlayış var. Türkiyədən Kiprə çəkilmiş sualtı kanal var. Bu da məlumat kimi yadımızda qalsın. Sonra yaşıl inqilabın olduğu ölkələrdəndir. Yeni sənaye ölkəsi hesab olunur Türkiyə. Son zamanlar elektronik sahəsində də ki, güclü inkişaf getməkdədir. Bunu da deyə bilərsiniz. Yəni, bu məlumatları bildik bizə nə edir? Bəs edir. Turizm zonasıdır, var, sitrus meyvəçilik var, bu da yadımızda qalır. Yağıntılar əsasən qış aylarında düşür, çünki Aralıq dənizliyində yerləşir. Cənubi Azərbaycanda bunlar müstəqil dövlət deyil təbii ki də, amma məlumat kimi qeyd etmişəm ki, məlumat yadımızda qalsın ki, Cənubi Azərbaycanda yaşayır da İran ərazisində Azərbaycanlılar yaşayır. Bunun relyefi haqqında, iqlim haqqında bizə heç bir şey ehtiyac yoxdur əslində. Sonra gəldik Qazaxıstan Respublikası. Sahəsinə görə dünyada 9-cu yer tutan ölkədir. Yəni sahəsinə görə heç də kiçik bir ölkə deyil. İki qitə ərazisində yerləşdi buradan deyəcəksiniz. Qazaxıstan çaylarından Tobol və İşim çaylarının biz Qazaxıstan ərazisindən başlayıb o çayın Irtiş qoyuna tökülərekdən oradan da Şimal Buzlu okeana getməyini, yəni ki, deyə bilərik ki, həm daxilə xarici hövzənin çayları var, həm də ki, burada nədir? Şimal Buz okeanı, Dünya okeanındakı axan çay var deyə bilərsiniz. Türkiyədən uşaqlar nə edeyim bir dənə? Bax, məsəl üçün Türkiyə bir dənə şeylə sərhəddir. Türk dövlətindən sərhəddir. Azərbaycandan füsuyor. Başqa heç bir türk dövlət sərhədi yoxdur. Bunu bilin. Dəniz səviyyəsindən aşağı ərazi Türkiyədə biz görmürük. Bunu bilin bir də. Amma Qazaxıstan ərazisində biz dəniz səviyyəsindədir, aşağıda yerləşən əraziləri də görə bilərik. Bu da ki, Qazaxıstanda biz əsasən həm Türk dövlət qurumları və müstəqil Türk dövlətlərinin sərhədindəkini görməyimiz nədir? Mümkündür. Qazaxıstan Xəzərdə ən böyük sahilə malik olan ölkə idi. Ən çox neft çıxaran ölkə Qazaxıstan idi Xəzər dənizindən. Bu yadımızda qalsın. Başqa Qazaxıstan ərazisindən müstəqil Türk dövlətlərinin ən alçaq nöqtəsi. Yadda qalsın ki, Türk dövlət qurumlarının ən alçaq nöqtəsi Turfan çökəkliyidir. Bu -155 metr yerləşir Sintizyan Uyğur ərazisində. Amma müstəqil Türk dövlətlərinin ən alçaq nöqtəsi Karageya çökəkliyidir ki, -132 metr Qazaxıstan ərazisində Turan ovalığı hissəsində yerləşmişdir. Bunu da deyək,
Tural ovalığı məhz burada düşür hara? Qazaxıstan. Sualdır. Gələrkən ərazisində cavan platforma var. Təbii ki, ərazisində cavan platforma biz burada görə bilərik. Tural ovalığı elə düşür Qazaxıstan, Özbəkistan, Türkmənistan ərazilərinə. Bu üçün ərazisində görməyimiz mümkündür. Amma bu ərazi səhra landşaftı, yarım səhra landşaftı ilə daha intensiv şəkildədir. Qazaxıstan ümumiyyətlə iqlimindən desək, mülayim kontinental iqlim tipində yerləşir. Şimal hissəsi soyuq, cənub hissəsi daha isti olan bir ölkədir Qazaxıstan. Yəni şimala nəzərən cənub daha isti olacaqdır. Ərazisi əlverişli şəraiti yoxdur. Əhalinin sıxlığı burada azdır. Əhalinin sayı da yəni bir o qədər çox olmamasının səbəbi o boyda ölkəyə görə relyefin baxımından ekstremal ərazilərin deyək ki, daha çox olmasını deyə bilərsən. Çöllük, düzənlik ərazilər məsəl üçün var deyək, dağlıq ərazilər var deyək. Əsasən çöllük və düzənliklər daha çox yayılmışdır. Quraq çöllər burada çoxdur. Şimal hissəsində əsasən soyuq ərazidə yazlıq taxılçılıq, cənubunda payızlıq taxılçılıq deyə bilərsiniz. Məsəl üçün bunlar yadımızda qalsın. Paytaxtı Almata şəhəri idi. Almata dəyişdi, oldu Astana şəhəri. Astananın da adını dəyişdilər. Ölkə başçısının adına görə Nur Sultan adlandırmışdılar. Başqa buradan nə var? İri çayı üzərisində Kaşqada, Kapçaqaya və İrtiş sürətində isə Buxtarma, Sırdarya isə Çardərə su anbarı vardır. Bundan başqa pambıqçılıq da burada pis deyil, var. Müəyyən qədər yaylı pambıqçılıq deyə bilərsiniz. Zərif yunlu qoyunçuluq, Qaragül qoyunçuluğu var idi. Bunu deyə bilərsiniz. Nəqliyyatda yükdaşımaya görə dəmir yolu mühüm rol oynayır. Çin Xalq Respublikasına çəkilən dəmir yol xətti vasitəsilə Sakit Okeana çıxış əldə etmişdir. Çindən gedən dəmir yolundan Sakit Okeana çıxış edir. Başqa da burada Ural, Emba çayları yadda saxlayaq. Bir də ki, Aral gölünün burada yerləşməyi Özbəkistanla sərhəddə Aral gölü nədir? Yerləşir. Balxaş gölü də həmçinin Qazaxıstan gölüdür. Düşür, bəzən gölün adını verir, səndən yerləşdiyi ölkəyə aid xüsusiyyət soruşa bilər. Bu şəkildə sual çıxa bilər qarşımıza. Qazaxıstandan başqa siyasi xəritə üzərisində bir dənə yerlərinə də baxaq. Görək yadımıza nəsə düşürsə əlavə ekstra bir şey varsa deyək. Zənnimcə burada elə bir şey yoxdur. Monqostan sərhəddi yoxdur, yadımızda qalsın. Rusiyadır. Məsələn, Slavyan desə, hə, sərhəddi var deyə bilərik burada. Əhalisi əsasən rus tərkibli insanlar da çoxdur. Dilləri rus dilinə yaxın dildədir. Çindir, Qırğızstandır, Özbəkistandır, Türkmənistanla sərhəddi var. Bir də Rusiya ilə sərhəddi var. Başqa da kim buradan deyəcəyim zənnimcə bir şey yoxdur. Amudərya, Sırdərya çayı gəlir ərazisindən Balxaş gölünə töküləcəkdir. Yəni bu da yadımızda qalsın. Suvarma əkinçiliyi var, cənub hissələrində əsasən deyə bilərik. Belə. Özbəkistan. Əhalinin sayına görə Özbəkistan Respublikası Türk dövləti içərisində Türkiyədən sonra ikinci yerdə durur. Çox da bizim üçün vacib bir məlumat deyil bu. Qəbul ölçüsü bir şey deyil. Urbanisiya səviyyəsi aşağıdır. Yəni Türk dövlətləri içərisində Qazaxıstandır, Azərbaycandır, bir də ki Türkmenistandır ki, bu Türkiyədir ki, bu üçü haqqında həmişə suallar məsəl üçün çox gələ bilər, daha geniş məlumat verə bilər. Digərlərindən çox belə geniş məlumat verilmir. Məsəl üçün burada Qızılqum səhrasının böyük hissəsi bu əraziyə düşür. Burada Tian Şan dağları var ki, məsəl üçün sual var idi bir dəfə vermişdi ki, ərazisində qırışıq faylı dağ var, yenidən törəmiş dağ var, belə bir sual var idi və Tian Şan dağlarını burada görə bilərik biz. Ərazisində Qaraqalpaq Muxtar Respublikası yerləşirdi. Ən böyük şəhəri Daşkənddir, paytaxtı hesab olunur. Digər şəhərlərin adlarına çox da əhəmiyyət vermirsiniz. Su anbarları Sırdərya və Zərəfşandır. Amudərya ən böyük çaylar. Amudərya, Sırdərya, Zərəfşan çayıdır. Yəni bilin bunu. Su anbarlarından nəyi bilin? Heç birinə çox da elə ehtiyac yoxdur. Çarvaq yadınızda saxlayın da, yəni yadda qalarsa əgər bəhs eləyər. Sonra maşınqayırma sənayesi inkişafına görə mərkəzdə birincidir. Bax bu cümlə mütləq şəkildə yadımızda saxlayırıq. Təyyarə, minik və yük avtomobilləri avtobus istehsalına görə fərqlənir. Təyyarə istehsalı var burada. Pambıqçılıq burada var idi. Dünyada, Türk dünyasında birinci yerdədir pambıqçılığa görə. Qaragül qoyunçuluğa görə dünyada birinci yerdədir. Məsələn, bu məlumatları bilin. Dəmir yollarının sıxlığına görə Mərkəzi Asiyada birinci yerdədir. Bax, bu birinci yer sözlərini bilirik. Demək, dəmir yol sıxlığına görə, Qaragül qoyunçuluğa görə, pambıqçılığa görə
Bir də maşın sənayesi, maşın qayırma sənayesinə görə bunlar yaxşıdır Özbəkistanda. Özbəkistan təbii ki, də bu Mərkəzi Asiya regionundan söhbət gedir. Türkiyə ilə müqayisə aparanda hamısında Türkiyədən nədir? İstər-istəməz gerdə qala bilər. Hamısında deməyək, pambıqla Qaragül qoyunçuluq çıxma şərti ilə deyə bilərik. Sonra Qırğızıstandan deyəndə, bir də Özbəkistanın məsəl üçün Xəzərə çıxışı yoxdur. Yadımızda qalsın. Bu diqqətli şəkildə olun burada. Sonra Özbəkistan məsəl üçün deyir bir də mənfi yerləşən ərazisi var. Xeyr, yoxdur. Yəni bunları diqqətli olaq. Qırğızstan Respublikasıdakı Mərkəzi Asiyada yüksək dağlıq regiondur. Ərazisinin çox hissəsində biz dağlıq görə bilərik və ən uca zirvəsi Qələbə pikidir ki, bu müstəqil türk dövlətlərinin ən uca zirvəsi hesab olunur. Amma türk dövlət qurumları bir yerdə, yəni ki, türk dünyasının ən böyük zirvəsi şeydir, Coğari zirvəsi 8611 metr. Müstəqil türklərin isə ən yüksək yeri 7439 metr olacaqdır. Qələbə piki deyəcəksiniz. Bunlar belə buradan bizim üçün çox da lazım olan bir şey yoxdur. Məlumatlar bilsək bəsdir. Türkmənistan Xəzərə çıxışı var. Qarabozqal körfəzi var idi. Yarımadalarına fikir verin. Bizim ora dəmir yollarımız var idi. Gəmi xəttimiz var idi ora. Sonra qlabör düz çıxarırdılar şeydən Qarabozqal körfəzindən deyəcəksiniz. Ərazisindən Ətrek çayı gəlirdi, tökülürdü hara? Xəzər dənizinə deyirik. Mənfidə yerləşən ərazisi var deyəcəksən. Sonra səhralıq ərazisi var deyəcəksən. Daha sonra Turan ovalığı bunun ərazisinə düşürdü deyəcəksən. Yəni bunlar əsas məsələyə fikir verirsiniz. Başqa buradan bizə lazım olan içməli suyu Amudərya çayı və ondan çəkilmiş Qaraqum kanalı var. Diqqətli olun, Qaraqum kanalı Türkmənistan ərazisində Amudərya çayından çəkilmiş kanaldır. Bunu da qaraldıran hərfini ki, oxuyanda diqqətli olasınız. Başqa buradan neft qaz təbii ki də olacaqdır. Burada belə. Rusiya Federasiyasının Türk qurumları. Artıq bunlar da digər olanlar Türk qurumlarıdır. Bir də burada dinlər var. Dinlərinə də ki fikir verirsiniz. İndi Türk qurumları haqqında yuxarıda əsasən məlumat verəcəm sizə bu hissələrdə. Bunlar dedik belə. Bunlara ehtiyac varmı? Bunlar bilirsiniz nələrdir? Bu yerli xalqlardır, uşaqlar. Bunlar dövlət qurumu olmayanlar idi də. Məsələn, Qumluqlar, Noğaylar, Şorlar Rusiya ərazisində yerləşir. Qaqaz, Qıpçaq, Rumıniya ərazisində, nə bilim, Aska türkləri var. Sonra Karaimlər var, Litva ərazisində yerləşir. Türkmanlar İraq, Suriya ərazisində yaşayır. Və bunlar var, yəni hər yerdə yaşayan türk xalqları var. Yəni çox da ehtiyac olmur, düşən bir şey deyil. Yəni bu hissə deyim ki, düşsünlər. Məsələn, Moldova ərazisində var. Bax, bu yadımızda qalsın, düşər. Olar, istifadə olunur. Niyəsə bilmirəm, səhərdən dilimə dolaşıb qalıb bu. Əsas məsələdən biri bunların relyefi, kənd təsərrüfatı, faydalı qazıntıları, təbii ehtiyatlar, bunlar daha çox bizim üçün lazımdır. Bir dənə burada bir səhifəlik demək olar ki, cədvəldir. Artıq burada mən izah edəcəyim elə də böyük bir şey yoxdur sizin üçün. Bu əsas məsələ oxumaq lazım, əzbər öyrənmək olduğumuz şeylərdir. Yenə deyək, əsas nəyə fikir vermək lazım olduğumuzu bilək. Ən çökək yeri Bakıda bizirik. Turfan çökəkliyi və Karageya çökəkliyi var idi. Ən uca zirvəsi Qaraqorum dağlarındadır. Bir də Tian Şan dağına qələbə pikidir. İqlim qurşaqları subtropik, mülayim, subarktik, arktik ərazilərdə yerləşir. Məsələn, Saxa-Yakutuya subarktik və arktika düşəcəkdir. Təkləməhəng və Qaraqum, Qızılqum səhraları görə bilərik ərazilərində. Deməli, Qaraqum, Qızılqum səhraları Türkmənistan, Özbəkistan ərazisində yerləşən səhralardır deyəcəksiniz. Sonra Təkləməkan səhrasında uşaqlar yerini bilmirəm. Yadınızda qalıbmı onun yoxsa yaddan çıxartmışıq. Bax, burada verilib təkrar məkan. Bu düşür Sintezian Uyğur ərazisinə. Buna aid də bir dəfə sual var idi deyəsən. Ərazisində səhralıq ərazi var isə belə bir sual var idi. Sintezian Uyğur ərazisində yerləşən nədir? Səhramızdır. Diqqətli olun. Yəni mən ağlıma düşən dimin qəbullarında əvvəlkilərdə düşmüş suallara əsasən deyirəm ki, yəni oradan lazım olacaq tipdə şeylər bunlardır. Sonra platforma Şərqi Avropa platforma. Burada geosinkronal deyəndə belə deyək ki, əsasən platforma ərazisində də görə bilərik bu ərazilərdə. Cavan platforma Turanov ağını dedik ki, görə bilərik. Bir də Şərqi Avropa ərazisində yaşayan dövlət qurumlarında biz platforma ərazisi görürük əsasən. Qalanlarında geosinkronallıq var. Sonra qədim dağlar, cavan dağlar, dağların adlarını da biz bilirik. Burada zənnimcə çətin bir şey yoxdur. Düzənlikləri biz onsuz da bilirik. Burada Xəzəryanı, Turan ovalığı, Küraz ovalığı, dəniz səhrindən aşağıda yerləşən ovalıqları hesab olunacaqdır hər üçü.
Çayları, çayları. Çaylar düşərmi? Deyək ki, gələr. Lena çayının qolu var idi, Vilgöl qolu yerləşirdi şeydə, Sax Yakutu ərazisində. Yenisey, İrtiş, Tobol, İşim qolları Şimal Buz okeanına gedir. Hind okeanına gedən, Atlantik okeanına gedən çaylar əsasən Türkiyənin ərazisində olan çaylardır. Daxili Xarici sözlərin olan çayları Volqa, Ural, Enba, Kür, Amudərya, Sırdərya, İli çaydır. Bir də Azərbaycan çayları da deyə bilərik bura. Sonra gölləri Lobnor, Sincan, Uyğun ərazisinə düşür. Bunu bilin. Bu lazım olar. Düşər hardasa. Axarsız göldür, şirinsulı göldür, şorsulu göldür. Balxaş, Zaysan gölləri var. Zaysan Taciki yox. Balxaş Zaysan Qazaxstanda yerləşir. Qırğızstanda yaşayır Zaysan gölü. Su anbarlarından. Aha, bax burada istifadə oluna bilər. Buna mütləq şəkildə uşaqlar baxırsınız. Türkiyədə Fərəd çay üzərində Keban Atatürk. Qırğızstanda Narın çay üzərində Toktokul. Qazaxstanda İdi çay üzərində Kapçaqaya. İrtiş üzərində Buxtarma. Sırdərə üzərində isə Çardərə su anbarı yerləşir. Bax, Keban Atatürk, sonra Toktokul mütləq şəkildə Kapçakaya düşər. Buxtarma düşən bir şeydir. Sonra Çuvaşda Volqa çayı Samara, Çebagasari, paytaxt onsuz da bu. Kama düşər, hə, Kama istifadə olunur. Volqa çayında Kama su anbarı. Dünya üzərisində düşə bilər bu sual. Sonra Krasnoyarski, Sayan Şuşenski düşür. Rusiya ərazisinə düşən məsəl üçün su anbarlarından verirdik bunu həmişə. Vilgöy, burada biz demişdik, çayın qoluydu, elə Yeni Lena çayının qoluydu. Çuvaş Xakasya elektrik enerjisi tələbatının çoxsunu SES-lərin payına düşəcəkdir. Bu hissəni xüsusən nə edirik? Əzbərləyirik. Bax, bu son hissənin su anbarlarını. Təbii ehtiyatlara gəldikdə demirəm ki, bunun hamısını oturub əzbərləyib mənə cavab düzdür. Mən sizdən soruşacağam hamısını soruşmağını, amma hamısını cavab verməyə biləcəksiniz. Çünki əzbərləmək bunun hamısını biraz çətin məsələ olur. Yenə müəyyən qədər, yəni öyrənin, çalışın ki, hərəsindən ən azından bir 3-4 dənəsini bilin ki, hə, hansı ölkədə hansı yataqlar var. İndi ümumi şəkildə baxanda birinci ümumi şəkildə baxış aparın ki, hə, məsəl üçün neft əsasən harda var? Qazaxıstan, Özbəkistan, Türkmənistan, Tataristan, Başqırıstan. Çünki Tataristan, Başqırıstan harda yerləşir? Volqa çayı hövzəsində yerləşənlər idi ki, Volqa boyu ərazidə. Bax, burada nefti, qazı görməyimiz nədir? Mümkündür, məsəl üçün görə bilərik. Daş kömürə görə məsəl üçün fərqlənənlər. Bunları əslində biz keçmişdik. Mən sizə demişdim vaxtilə ki, bunları əzbərləyin. Dünyanın təbii fəlakətini demişdim mən bunları sizə. Bunları bilin. Daş kömürdən sual gələ bilər. Dəmir filizi Qazaxstanda Kustanay bilin, digərlərində də kim var deyəcəksiniz. Xromitdir, qızıldır, qalaydır, almazdır, urandır, qlavür duzdur. Bunlar da olacaqdır deyəcək. Bu da metallurgiyadan məsəl üçün maşınqayırma sahələri, burada əkinçilik sahələri, məsəl üçün buğda var, qarğıdalı, çəltik harda var. Çəltik Azərbaycanda da var, tütündür, belə. Yəni bunları baxırsınız. Bunlar mən təzədən qayıdıb bir də saymıram burada üzrdən oxuyub yalandan vaxt getməsində. Çünki əzbər olan hissədir. Yəni burada sırf bunu biz artıq əzbərləməliyik. Başqa buradan deyəcəyim əsas məsələ təkrar bir də deyim. Fikir verməliyik. Bir, bu cədvələ fikir verməliyik. Qrup dil qruplarına bu xəritəyə mütləq şəkildə fikir verirsiniz. Bu cədvəldə paytaxtlar çox əhəmiyyətli deyil. Bölgələrə fikir verin ki, hansının tərkibində yerləşir. Ölkənin sahəsinə, burada urbanizasiya səviyyəsinə xüsusən fikir verirsiniz. Ölkələrin sahəsinə fikir verirsiniz. Sonra gəldik, bu da heç nə. Artıq bunu mən sizə dedim, heç buranı oxumağa yerdə böyüdünüz. Yenə bir dəfə üzündən özünüz üçün keçsin. Sadədir. Yəni ki, bir sınavların mən sizə dərsi izah etdiyim kimi öyrənin. Gəlib birbaşa relyefi əzbərləməyin. Birinci Türk dünyası ölkələrini, o müstəqil dövlətləri öyrənin. Onların içərisində o həmin adları yenə çəkmişəm də. Yəni orada bir ilkin anlayış formalaşdırın özünüzdə. Ondan sonra başlayın məsələn relyefini və ya təbii ehtiyatlarını əzbərləməyə. Aydın oldu?